5 nömrəli uşaqlar baxın. Burada bizə deyir ki, baxaq. Burada deməli qatılığın dəyişməsi, deməli amoniaka görə verib. Amoniak da bilirik ki, başlanğıc maddədir. Düzdür, reaksiya. Uşaqlar biz bilirik ki, başlanğıc maddənin qatılığı zaman keçdikcə nə edir? Azalır. Reaksiyaya girənin qatılığı nə edir? Zaman keçdikcə artır. Ona görə əgər məhsula görə soruşulsa, başlanğıc maddəyə görə sürət soruşulsa bizdən, üstünümüz olacaq, deməli V bərabərdir C1 - C2 bölü delta ta. Məhsula görə soruşulsa, onda C2 - C1 bölü delta ta ilə hesablayırıq. İndi burada görürük ki, amoniak başlanğıc maddədir. Amoniakın qatılığı 1,8-dən 1-ə düşüb. Onda burada qatılıq dəyişməsi deltası nə qədərdir? 1,8-dən 1-ə düşübsə 0,8. Bəli, zaman nə qədərdir uşaqlar? Delta ta nə qədərdir? C1-ə uyğun 20 saniyədir, C2-yə uyğun nə qədərdir? 30 saniyə. 30-dan 20 çıxanda neçə qalır? 10 qalır. Onda bunu sadələşdirirsiniz. Deməli hesablasaq 0,8 bölü 10 nə qədər edir? 0,08. Deməli reaksiyanın amoniaka görə sürəti 0,08. Onu tapdıq. Amoniaka görə 0,08. Bizə deyir azota, hidrogenə görə tapdıq. Yəni hər üçünə görə. Amoniaka burada nə ilə verib? Z verib. Deməli Z-də aiddir C. İndi amoniakın molu 2-yə bölərik. Bəli, axı amoniakın molu azotdan 2 dəfə çoxdur. Amoniaka görə sürət azota görə sürətdən incə 2 dəfə çox olar. Onda azota görə sürət nə qədər olar uşaqlar? Azota görə sürət olacaq 0,04. Bəli. Deməli bu bura aiddir. Hidrogenə görə sürət isə hidrogen azotdan 3 dəfə çoxdur görürsünüz. Əgər azota görə 0,04 isə hidrogenə görə olacaq 0,02 var. Bir dənə baxın.